Salam əziz tələbələr, bu gün sizlərlə həm magistratura üçün, həm də dövlət qulluğu üçün ən önəmli suallardan birini işləyirik. Yəni bu həm magistraturada, həm də dövlət qulluğunda 100% düşən suallardan birisidir. Çalışacağam ki, sualı yerləşdirim sizin üçün videonun üzərində, siz də görə biləsiniz. Yarışda deyir ki, 12 nəfər iştirakçı var. A, B, C, D, Y, F, G, H, I, K, L, M. İştirakçılarımız bunlardır. Bizə iştirakçılar bu şəkildə verildikdə biz əvvəlcə iştirakçıları bir qıraqda yazmalıyıq. Çünki bilək hansı iştirakçılar var deyə. Məsələn, mən səhifəmin bu hissəsində yazmağa çalışacağam indi iştirakçıları. Məsələn, A var, B var, C var, D var, Y var, F var, G var və H var, I var, K, L və M var. Sizə üçün tam salmağa çalışım. Deməli, bu hissədəki bizim yarışçılarımızdır. Yarışda bu insanlar iştirak ediblər. Deyir ki, bu iştirakçılardan hər birində 3 ifaçı olan 4 komanda təşkil olunmuşdur. Yəni ki, 4 dənə komandamız var. İndi mən bu hissədə yazacağam bunu. 4 dənə komanda qurmalıyıq. Mən yazıram. Birinci komanda, ikinci komanda, üçüncü komanda və nə? Dördüncü komanda. Bu şəkildə qurduqdan sonra və hər birində də deyir ki, 3 ifaçı var. Mən bunu sadəcə bir tərəfdə qeyd edirəm ki, yadınızdan çıxmasın. 3 ifaçı olur. Bütün qruplarda, yəni həm 1-də, həm 2-də, həm 3-də, həm də 4-də 3 dənə ifaçı olacaq. Və 4 dənə komandanı təşkil edirik. Hər komandada deyir ki, bir dənə tar çalan, bir kamança çalan, bir dənə də xanəndə var. Mən indi bunların hər birində bundan bir dənə olduğuna görə yazıram ki, məsələn, yuxarıdan yazıram. Hər qrupda bir dənə tar çalan, bir dənə kamança çalan, qısa-qısa yazacağam və bir dənə də nə xanəndəmiz var. Bir dənə də xanəndəmiz var. Biz bilirik ki, hər qrupumuzda 3 ifaçı var və bunlardan biri demək ki, tar çalan oldu. Birisi kamança çalan, birisi isə xanəndə oldu. Bu komandalar deyir ki, 1-ci, 2-ci, 3-cü, 4-cü yeri tutdular. Yəni 4 dənə qrup olduğuna görə. Deyir ki, A 1-ci, F 2-ci, H 3-cü, K 4-cü yeri tutan komandalardadır. Dediyini nə verirsə bizdə şərtdə həmən sizə göstərdiyim kimi bu şəkildə bir qrafik qurursunuz və həmən yazırsınız. Mən bilmirəm bu tar çalandı, kamança çalandı, xanəndədir, bilmirəm, düzdür? Ona görə mən bu tərəfdən yazacağam mənə verilənləri. Nə deyir? Deyir ki, A 1-ci qrupdaydı. Yazıram A 1-ci qrupdadır. F 2-ci qrupdadır. F 2-ci qrupdadır. H 3-cü qrupdadır. H 3-cü qrupdadır və K 4-cü, yəni yeri tutan komandadadır da. Bunlar yerlərdir bilirsiniz. Aha, K 4-cü yeri tutan komandadadır. Mən burada mənə verildikcə hər dəfə buradan silirəm məsələn. Və siz bunu bir müddət sonra eləməyə də bilərsiniz. Amma başda eləyin ki, çünki hansı iştirakçıların qaldığını görmək üçün. Lap başda öyrənəndə bunları eləsəz daha yaxşı olar. Daha sonra mən burada bir izah etməyə çalışıram ki, bütün hər şeyi siz imtahanda bunu görəndə artıq bir dəfə bu izahdan sonra artıq yəni mütləq bir şəkildə 100% biləsiniz ki, hə, siz bunu yazacaqsınız. Yəni bu 100%lik bir həll yoludur. Tamam, dediyini yazdım. Deyir ki, A, G və D tar çalandırlar. İndi mən burada yazmışam tar çalan, düzdür? Gəlirəm bunun dediyini yazıram. A, G və D. G və D. Tar çalandırlar. Mən bilirdim ki, A 1-ci qrupda, düzdür? Onu taçanın aşağısına mən 1-ci qrupda A-nı yaza bilərəm, təbii ki də yaza bilərəm, düzdür? Məndə qaldı, bunu buradan silirəm. Məndə qaldı G və D. Hələ ki yerləşdirmirəm. Çünki hansı qrupda olacaqlarını birazdan biləcəyik. Deyir ki, A ilə C, D, Y, K ilə, demək A ilə C, D ilə Y, K ilə M, H ilə I eyni komandadadır. Yəni ki, A ilə mənə deyir ki, C, yazıram yanına C, A ilə C, deməli D ilə Y. Mən bilmirəm D hardadır. O yüzden qıraqda bir yerdə sadəcə D ilə Y-nin eyni komandada olduğunu qeyd edirəm. D ilə Y, K ilə M, K ilə M yazıram həmən buradan və H ilə I. Bu H-ın da yanına yazıram ki, I. Eyni komandadaydılar. Tamam. Əgər K tar çalırsa, mənə deyir ki, K, buradakı K tar çalırsa, əgər K tar çalırsa, aşağıdakıların hansı mütləq doğrudur? Mənə deyir ki, əgər K tar çalırsa, deməli mən burada diqqət etməli olduğum şey nədir uşaqlar? Mən baxıram ki, A üçün mənim artıq 2 dənə əməkdaşım burada var, düzdür? Və 3 ifaçı olmalıdır, düzdür? İkisi var, sadəcə biri çatmır. Bilmirəm nədir. 3-cü qrupda da ikisi var, biri yoxdur. Həmçinin 4-cü qrupda da, məsələn bunu silək buradan. Hə, ikisi var, biri yoxdur sadəcə, düzdür? Bunu da silək buradan, çünki bu tərəfdə yazmışıq. Mən də bilirdim ki, D ilə Y eyni qrupdadır. D ilə Y harda ola bilər? Təbii ki də ikinci qrupda ola bilərdi. Çünki burada ancaq 2 nəfərə ehtiyac var və D ilə Y mütləq eyni qrupda olmalıdır və bizim hər qrupumuzda sadəcə 3 dənə iştirakçı ola bilər. Doğrudurmu? Doğrudur. O zaman biz baxaq görək bizə verilən variantlardan artıq hansılar doğrudur, onu düşünməyə çalışaq. Bizə verir ki, G və D tarçalandı, amma bizdə deməli burada ikinci qrupumuzda D var idi. Bir də onu da yaza bilərik qızlar. Bunu da yaza bilərik bura ki, D burada olacaq, yəni tarçalan olacaq həmçinin. Çünki bizə əvvəlcədən onu vermişdi onsuz da.
Və G-nin komandasına baxırıq ki, G-nin komandasını müəyyən edə bilərikmi? Bəli, G-nin də komandasını müəyyən edə bilərik. Nə üçün? Bizim artıq 4 qrupdan üçündə tarçalanımız məlumdur, düzdür? Və bir dənə qalıb tarçalan nə? G. Ona görə mən deyə bilərəmmi ki, tarçalan bu komandaya gələcək? Bəli, deyə bilərəm. Çünki başqa tarçalan komandada yoxdur axı. Ona görə mən bilə bilərəm ki, həmçinin G də 3-cü yeri tutub. Doğrudurmu? Doğrudur. Gəlin indi variantları oxuyaq. Yazıb ki, G-nin komandası 3-cü yer tutub. Mən gəlib baxıram ki, bəli, 3-cü yerdə kim durur? G-nin komandası durur, düzdür? O zaman bəli, bu doğrudur. Yazıram. Birinci. Sonra C-nin xanəndə olduğu. Mən C-nin xanəndə olduğunu dəqiq deyə bilərəm qızlar ya da uşaqlar. Heç bir şəkildə biz deyə bilmərik ki, C xanəndədir. Yəni heç bir şəkildə deyə bilmərik. Bəlkə kamança çalanda mən bunu hardan bilə bilərəm ki? Yəni buna bağlı mənə heç bir şərt verilməyibsə, biz özümüzdən bir nə isə düşünə bilmərik. Məsələn, biz burada nə üçün G-ni özümüz düşünə bildik? Çünki bizə şərt verilmişdi və tarçalan sadəcə 4 yerdə ola bilərdi. Bundan 3-ü dolu idi, biri boş idi. Yəni bundan başqa bir yerə gedə bilməzdi zaten. Ona görə özümüz bir mütaliə yeritdik və özümüz bunu qərar verdik. Amma başqa cürə məsələn C xanəndədir deyirsə, məsələn mən C-ni hardan bilim xanəndədir? Burada kamança da boşdur, yəni kamançalan da boşdur və həmçinin xanəndə də boşdur. Mən özüm üçün bunu qeyd edə bilmərəm. Belə bir şey yoxdur. Ondan sonra yazıb ki, İ kamançadır. İ-nin kamança olduğunu da həmçinin bayaqki şərtdəki kimi, yəni mən bunu tam bilə bilmərəm. Mənə deyir ki, L-in komandası 4-cü yer tutub. Mən hardan bilim ki, 4-cü yeri tutub L-in komandası? Yəni bunu necə bir müəyyənləşdirə bilərəm mən? Burada baxın görün L hərfi var. Mən bu tərəfdən də L hərfini silməmişəm. Yəni buralara mən istəsəm L-i burada yaza bilərəm, burada yaza bilərəm. Yəni heç cürə özüm mütaliə edə bilmirəm. Həmçinin burada yaza bilərəm bu arada, çünki burada da yerimiz boşdur. Daha sonra Y-nin komandasına baxıram. Deyir ki, Y-nin komandası 2-ci yeri tutub. Y-nin komandası 2-ci yeri tutubmu? Bəli, tutub. Nəyə görə? Biz burada demişdik ki, D ilə Y eyni komandada olmalıdır və bayaq sizə izah elədim ki, burada təkcə F qalmışdı. Biz mütləq ki, Y-ni bura yazmalıydı. Yəni mənim mütləq şərtimdir. Bəli, 2-ci yer tutub və 1 və 5 bizim cavabımız oldu. Y variantı.